ders vereceğim. Dersim verəcəksən. Aferin oğlum. Ucu bax belədir. Pensiya çıxdın ucu dərs verirlər də. Salam bəy. Axşamınız xeyir Salam olsun. əleykum. Polis leytenantı Mahmudov. Ha, lap yox. Saxlama səbəbini bildiniz? Yoldaşım dedi, mən bilmirdim açıq. Bəs Çox belə? olub belə, çox olub. İdmandan gələndə Ha, fikir oldum. Oturanda qardaşa dedim ki, əlim dəyir buna. Bu avtomatdan yüzümdən çıxdı. Buyurdu. profilaktik tədbir keçiririk hal-hazırda. Bəli. Yəni sizə cərimə tətbiq eləmək üçün saxlamamışam. Avtomobilin tutanın qaranlıq vaxtı xarici işıq ixraclarını yandırmamışdınız. Bəli. Yox, bildim. Saxlamışsa xəbərdarlıq eləyək. Halbuki, yəni qanunvericiliyin tələbində xəbərdarlıq yoxdur, belə bir imtiyazlar yoxdur, nəzərdə tutulmuyor. Cərimə tətbiq olunmalıdır sizə, amma cərimə tətbiq eləmirik. Allah canınızı Bir sağ daha eləsin. sizə məlumatlandırırıq, maarifləndiririk ki, diqqətli sağ olun. olasınız. Yəni tutanın qaranlıq vaxtında Çok sağ olun, xarici çok sağ olun. ixraclarını Minnətdarım, ifadə yaxşı ki siz varsınız. Olmasa Bakıda burada cəmaət maşın üstünə çıxarıb bəlkə də. çox sağ olun. Elə siz də yol hərəkəti qaydalarına riayət etsəz, bizim üçün də bizim işimizi də Bəli, asanlaşdırırsınız amma da bu belə deyək. proje Həm oturanda- özünüzü, həm də digər hərəkət iştirakçılarını mən təhlükə bura altına alın. baxanda yaxda Ben aparıp ders vereceğim. Dərsim verəcəksən. Aferin oğlum. ucu bax belədir. Pensiya çıxdın ucu dərs verirlər. Hey! Hey! Hey!